Salam. Bugünkü dərsimiz olacaqdır 8-ci sinifdən. 4.3 Tənəffüs hərəkətləri və qazlar mübadiləsi. Burada bizdən soruşulur, sizcə döş qəfəsində yerləşən bütün orqanlar nəfəs alma və nəfəs vermə prosesində iştirak edirmi? Fikrinizi əsaslandırın. Bildiyiniz kimi, tənəffüs prosesində ağciyərlər iştirak edir, döş qəfəsində yerləşən və orada olan ürək, iri arteriya damarları, vena damarları və həmçinin orada yerləşən timus vəzi tənəffüs prosesində, yəni nəfəs alma və nəfəs vermə vəziyyətində iştirak etmir. İdmanla məşğul olan insanların ağciyərləri daha çox hava qəbul edir. Fikri nə qədər doğrudur? Bildiyiniz kimi, idmanla məşğul olan adamlarda məşq elətdirmə nəticəsində, yəni nəfəs alma və nəfəs verməyə olan tələbat, yəni oksigenə olan tələbat artır ki, bunu məşq elətdirməklə müəyyən səviyyəyə çatdırmaq olar və ancaq həddindən artıq bunu artırmaq və yaxud azaltmaq mümkün deyil. Tənəffüs hərəkətləri nəfəs alma və nəfəs vermədən ibarətdir. Buna tənəffüs və yaxud ağciyər ventilyasiyası da deyilir. Ağciyər yumşaqdır, elastikdir. Bu proseslər həmçinin döş qəfəsinin həcmi dəyişilə bilir. Bu proseslər nəfəs alma və nəfəs vermə üçün əlverişli şərait yaratmış olur. Burada fəaliyyətdə gördüyünüz kimi su ilə dolu qab verilibdir. Ora tərsinə çevrilmiş plastik su qabı, içərisi su ilə dolu və rezin boru keçirilib kənarda. Ona hava üfürmək mümkündür. İndi suyun həcmi verilibdir və sakit vəziyyətdə nəfəs aldıqdan sonra və dərindən nəfəs aldıqdan sonra plastik su ilə dolu qabda suyun səviyyəsi necə dəyişir? Bunu müəyyən etməyə çalışacaq. Bunu hər biriniz özünüz də edə bilərsiniz. Bildiyiniz kimi, sakit vəziyyətdə nəfəs alanda tənəffüs havası iştirak edir ki, bu da 500 kub santimetrə bərabərdir. Həmin sakit nəfəs alınan zamanı, nəfəs verilən zamanı bu rezin boru vasitəsilə hava su qabı olan, deməli, plastik qaba üfürülür və hava yüngül olduğuna görə oradan suyun bir qismi sıxışdırıb çıxararaq su ilə dolu qaba itələmiş olur və dərindən nəfəs alanda isə bildiyiniz kimi tənəffüs havasına əlavə hava da qoşulur. Ona görə də bu hava bura üfürülən zamanı buradan daha çox su sıxışdırılıb çıxarılır və beləliklə də su ilə dolu olan qabda suyun miqdarı və həcmi artmış olur. Müzakirə edin, iki fəaliyyət arasında nə müşahidə etdiniz? Bildiyiniz kimi, sakit halda nəfəs alan zamanı cəmi 500 kub santimetr hava udulur təxminən, amma əlavə hava ora qoşulanda dərindən nəfəs alan zamanı, bu zaman daha çox hava üfürülmüş olduğundan plastik su qabında olan suyun miqdarı azalacaq, orada havanın miqdarı daha çox olacaqdır. İkinci deyilir ki, sizcə ağciyərlərimizin hava tutumu artıra bilərikmi və qeyd elədim ki, məşq elətdirmə nəticəsində bunu müəyyən səviyyəyə qaldırmaq olar, artırmaq və yaxud da ki, ondan istənilən qədər onu artırmaq o mümkün deyil. Yəni, müəyyən qədər onu artırmaq olar. Tənəffüs hərəkətləri Donders modeli ilə tanış olaq. Bildiyiniz kimi, nəfəs alma və nəfəs vermə vəziyyətində biz tənəffüs prosesini həyata keçirmiş oluruq. Bax, bu nəfəs alma vəziyyətidir. Qabırğarası əzəllər yığılır, ağciyərlər genişlənir, döş qəfəsi genişlənir, diafraqma yığılaraq aşağı enir və beləliklə döş qəfəsində və ağciyərlərdə təzyiq aşağı düşmüş olur və nəfəs alma aktı həyata keçirilmiş olur. Və yaxud da ki, nəfəs vermə vəziyyətində gəlincə isə qabırğarası əzəllər boşalır, qabırğalar enir, diafraqma boşalır, kümbəzi qalxır, nəticədə döş qəfəsi kiçilir, ağciyərlər sıxılır, burada olan təzyiq artır və
mühitə nəfəs vermə baş vermiş olur. Düşün, müzakirə et, paylaşda soruşur ki, plevra pərdəsinin zədələnməsi yaxud deşilməsi nəticəsində nəfəs alma və nəfəs vermə hərəkətləri necə dəyişilə bilər və yaxud ona necə təsir göstərə bilər. Bildiyiniz kimi, pnevmotoraks adlanan bu zədələnmə nəticəsində plevra boşluğuna çoxlu miqdarda hava daxil olmuş olur. O zədələnmənin miqdarından, yəni çox və ya azlığından asılıdır. Nəticədə ağciyər tam və ya qismən tənəffüs fəaliyyətini dayandırır və bu da ölümlə nəticələnə bilər. Aldığımız və verdiyimiz havanın tərkibi haqqında bildiyiniz kimi, aldığımız havada 21% oksigen, 78% azot, 0,3% karbon qazı və 1%-ə qədər təsirsiz qazlar mövcuddur. Tənəffüs verdiyimiz havanın tərkibində isə 16% oksigen, 4%-ə qədər karbon qazı olur, 78% isə azot olur, 1%-ə qədər yenə müxtəlif havanın tərkibində olan qazlar, o cümlədən də su buxarları olur. Nəfəs alma və nəfəs vermə vəziyyətində gördüyünüz kimi ən çox dəyişilən karbon qazı və oksigenin miqdarında olan fərqdir. Belə ki, aldığımız havanın tərkibində 21% oksigen olursa, verdiyimiz havanın tərkibində 16% olur, 5% oksigenin mənimsənilməsi deməkdir. Karbon qazının miqdarının da artması gördüyünüz kimi 0,3-dən 4%-ə qədər artmış olur. Nəfəs vermə vəziyyətində bu karbon qazı mühitə verilir. Ümumiyyətlə, venoz qanın arterial qana çevrilməsi alveolların divarında həyata keçirilir. Bildiyiniz kimi alveollar hər ağciyərdə 3 milyona qədər ola bilər və yəni 3 milyondan çox ola bilər və alveolların divarı bir qat epitelidən ibarətdir. Onların tərkibində bioloji aktiv maddələr əmələ gəlir ki, bu alveolları müəyyən həcmdə saxlamağa köməklik göstərir və həm də mikroorqanizmləri zərərsizləşdirir. Alveolların divarında da eyni ilə bir qat epitelidən ibarət olan çoxlu miqdarda qan kapillyarları mövcuddur. Ağciyər dövranı zamanı alveolların divarına, qan kapillyarlarına ilə gətirilən karbon qazı ilə zəngin olan venoz qan burada diffuziya nəticəsində, diffuziya prosesinin təsiri ilə gətirdiyi deməli karbon qazını alveollara diffuziya olunur. Nəticədə isə alveollardan oksigen qazı qan kapillyarlarına keçərək qanın arterial qana çevrilməsini təmin etmiş olur. Bildiyiniz kimi, hüceyrələrdə əmələ gələn karbon qazının az bir hissəsi hemoqlobinlə daşınır. Qalan hissəsi isə bikarbonatlar şəklində qan plazması ilə daşınmış olur. Orta yaşlı insanların ağciyərinin tutumuna gəlincə, bu adətən ümumi tutum 4-6 litrə bərabər ola bilir və yaxud 4000-6000 kub santimetrə bərabər olur ki, bu onun yaşından, cinsindən, fiziki sağlamlığından, yaxud xəstədir ondan və s. də asılı ola bilər. Bax, burada ağciyərlərin ventilyasiya zamanı hansı deməli qazlar nə qədər ola bilər, bildiyiniz kimi göstərilibdir. Burada haradasa 1200 kub santimetr qalıq hava verilibdir. Qalıq hava yalnız həyat sona çatanda ağciyərlərdə qalan havadır ki, 1200 kub santimetrə bərabərdir. Ehtiyat hava dərindən nəfəs verilən zamanı ayrılan havadır ki, bunun miqdarı təqribən 1000 kub santimetrə bərabərdir. Tənəffüs havası, bax bu gördüyümüz kimi, bax budur, bunun miqdarı, tənəffüs havanın miqdarı təqribən təxminən 500 kub santimetrə bərabərdir. Sakit vəziyyətdə nəfəs alıb verən zamanı tənəffüs havasından istifadə olunur. Dərindən nəfəs alan zamanı ora əlavə hava qoşulur ki, əlavə hava miqdarı 3000 kub santimetrə bərabər olur. Bax, bu xətlə ifadə olunubdur. Burada qısaca olaraq ağciyərlərin tənəffüs havası
yəni ağciyərlərin tənəffüs potensialı, ağciyərlərin tənəffüs potensialına aiddir tənəffüs havası və əlavə hava birlikdə, yəni hardasa 3500 kub santimetr. Sonra ağciyərlərin həyat tutumuna bərabərdir tənəffüs hava, əlavə hava, ehtiyat hava, hansı ki tənəffüs havası 500-dür, əlavə 3000-dir, 3500, ehtiyat da 1000-dir, 4500 kub santimetrə bərabər olur. Ümumi tutma ağciyərlərinin ümumi tutuma gəlincə, bura aid ağciyərlərin hava tutumu və qalıq hava, ağciyərlərin deməli hava tutumu qeyd elədik ki, tənəffüs havası, əlavə hava, ehtiyat hava birlikdə hesab olunur ki, bu hardasa 4500 kub santimetrə bərabərdir. Onun da üstünə 1000 kub santimetrə gəlməklə ağciyərlərin ümumi tutumunu tapmış oluruq. Yəni bunları hesablamaqla ümumi hamısını hesablamış olarıq ki, qalıq havanın da miqdarı 1200 kub santimetrdir. Yəni bax ağciyərlərin hava tutumunun üzərinə deməli qalıq havanı gəlməklə ağciyərlərin ümumi tutumunu hesablamış oluruq. Yəni bax bu gördüyünüz qrafikə əsasən nəfəs alma və nəfəs vermə vəziyyətində nə qədər hava qəbul olunur və yaxud xaricə verilir, onun haqqında məlumat əldə etmək olar. Öyrəndiklərinizi tətbiq edin. Bunu isə növbəti dərsimizdə sizə çatdıracağam. Bu qədər sağ olun.